Fason Radyo. 3 Ekim 2025 Cuma, herkese günaydın. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan haberler programındasınız. Ben Özlem, Bakü stüdyosundan selamlar. Mən də Əli, hər kəsi salamlayıram. Öyle dün Cumhurbaşkanı Aliyev, Kopenhag'daydı diye konuşmuştuk. Hatta Karabağ takımının Kopenhag'a karşı galibiyeti de güzel bir hediye olmuştu. O ziyaret sırasında başka önemli bir gelişme oldu mu? Bəli, Özləm, oldu. Dünən danışdığımız o zirvə çərçivəsində Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu xəbərin mənbəyi Azadlıq Radiosudur, onu da qeyd edim. İki liderin baş-başa görüşməsi normallaşma prosesi üçün vacib bir addım sayılır. Vay, bu gerçekten de önemli bir gelişme. Umarız masada kalıcı bir barış için somut adımlar atılmıştır. Gündem sadece siyaset değil tabii. Bugün Bakü'de gazeteleri açanları başka ne gibi haberler bekliyor? Bugün bizim üçün özəl bir gündür, Özləm. Suqovuşanın işğaldan azad edilməsinin il dönümüdür. 3 oktyabr 2020-ci ildə ordumuzun zəfəri ilə azadlığına qovuşmuşdu. Bu, Vətən müharibəsinin ən mühüm dönüm nöqtələrindən biri idi. Ne güzel bir anma. O topraklara geri dönüşler de devam ediyor bildiğim kadarıyla. İnsanlar yıllar sonra evlerine dönünce ne hissediyor acaba? Çox qarışıq duyğular, Özləm. Elə bu günlərdə BBC Azərbaycancaya danışan Tünzayla Quluzadə adlı bir məcburi köçkün Füzuliyə qayıtmasından bəhs edib. Deyir ki, şəhər müasir tikilib, hər cür şərait var, amma o, uşaqlığının keçdiyi o köhnə Füzuli üçün darıxır. Ah, ne kadar dokunaklı. Evin sadece duvarlardan ibaret değil tabii. Anılarla dolu sokaklar, yeni ve modern olması o eski ruhu geri getirmiyor demek ki. Peki biraz da ülke içindeki gündeme bakalım. Orada durumlar nasıl? Daxili gündəmdə diqqət çəkən bir məhkəmə prosesi başlayır. Yenə də Azadlıq Radiosunun xəbərinə görə QHT işi adlanan istintaq yekunlaşıb və 3 sivil toplum lideri məhkəmə önünə çıxarılır. Bir dakika, GHT mi dedin? O ne demek Ali? Qeyri-hökumət təşkilatı deməkdir. Sizdəki sivil toplum quruluşu, yəni STK-ların qarşılığıdır. Ha, anladım. STK davası yani. Neden yargılanıyorlar? Onlara qarşı müxtəlif ittihamlar var, amma insan haqları çevrələri bu davanı yaxından izləyir. Bir başqa səs-küylü hadisə də var, Özləm. Bu da bir məhkəmə xəbəridir və yenə Azadlıq Radiosundan. Mərkəzi Seçki Komissiyasının sədrinin ailəsindəki şiddət iddiaları ilə bağlıdır. Merkezi Seçki Komisyonu, yani bizdeki Yüksek Seçim Kurulu, YSK gibi bir kurumun başkanı mı? Bəli, tam olaraq o. MSK sədri Məzahir Pənahovun gəlini həyat yaşın tərəfindən şiddətə məruz qaldığını iddia edir. Məhkəmədə deyib ki, növbəti işgəncədən sonra pasportumu götürüb qaçdım. Çox ciddi iddialardır. İşkenceden sonra mı kaçtım demiş. İnanamıyorum. Bu korkunç bir iddia. Üstelik bu kadar üst düzey bir ismin ailesinde yaşanması olayı daha da sarsıcı yapıyor. Bəli, bütün ölkə bu hadisədən danışır, amma gəl biraz daha yaxşı xəbərlərə keçək. Ürəyimiz açılsın. Lütfen, çok ihtiyacımız var. Xəbər də o ki, FIFA 2027-ci ildə keçiriləcək 20 yaş altı Dünya Kubokuna ev sahibliyi etmək haqqını Azərbaycan və Özbəkistanın qazandığını açıqlayıb və iki ölkəni təbrik edib. Bu bizim üçün böyük bir uğurdur. Harika haber. İki kardeş ülke birlikte ne güzel bir organizasyona imza atar kim bilir. Spor demişken dün akşam bizim Fenerbahçe de yüzümüzü güldürdü Avrupa Ligi'nde. Nice'ı 2-1 yendiler. Bəli, o xəbəri mən də gördüm. Azərbaycanda da çox sevinən oldu. Türkiyə komandalarının uğuru bizim uğurumuzdur. İqtisadiyyatdan da müsbət bir xəbər var. Fitch Rating Agentliyi Azərbaycanın neft və qaz gəlirlərinin 2027-ci ilə qədər sabit qalacağını proqnozlaşdırıb. Bu da ekonomi için istikrar demek. Harika. Siyaset, insan hikayeleri, aile içi dramlar ve spor. Yine dop dolu bir gündemle başladık haftanın son iş gününe. Ağzına sağlık Ali. Təşəkkür edirəm, Özləm. Fason Radyo'da yarın tekrar buluşmak üzere. Hoşça kalın. Fason Radyo.